2026-cı ilin may ayının əvvəllərində əziz dostum, mərhum qardaşım Ruslan Quliyevlə birlikdə İstanbula səfər etmişdik. Həmin səfər zamanı dəyərli dostumuz Cəval Çələbi ilə bir neçə gün görüşlərimiz oldu. O günlərdə Ruslanın və mənim dəvəti ilə Cəvalın iyun ayında Azərbaycana gəlməsi və birlikdə Qarabağa səfər etməyimiz barədə danışmışdıq. Təəssüf ki, Cəlal Azərbaycana gələndə artıq əziz dostumuz Ruslan aramızda yox idi. Amma bu səfər həm mənim, həm də Ruslanın arzusu idi. Onun yarımçıq qalan istəyini həyata keçirmək bizim üçün xüsusi bir mənəvi dəyər daşıyırdı. Selamünaleyküm. Ruslan, sana söz verdiğim gibi senin ana toprağına, ata toprağına geldim. Ben sözümde durdum. Sen ise Allah tarafından sözünde durduğun halde Rabbim zamanına erdirdi. Sen ve bütün sevdiklerini üzdün. Ruslan, sana buradan, senin vatanından, senin anana, babana, ailene sabırlar diliyorum. Anana Allah rahmet diliyorum. İnşallah Hz. Muhammed sallallahu aleyhi ve sellem'in komşusu ve Rabbim eylesin. Saygılarımla. Amin. Allah rahmet eylesin. Bir sözümüz var idi. Ruslan'la gelmeliydi kısmet. İnanırıq ki bugün onun ruhu bizlerdi. Mekanı cennet olsun. Her zaman yüreğe zəngilan var. 21-23 iyun tarixlərində Cəlal Çələbi ilə birlikdə Qarabağa səfər etdik. Ağdamı, Xocalını, Xankəndini, Şuşanı, Laçını, Qubadlını, Zəngilanı, Hadrutu, Cəbrayılı və bir çox yaşayış məntəqələrini ziyarət etdik. Cəlal Qarabağın azad olunmuş torpaqlarını öz gözləri ilə gördü. Bu yerlərin tarixinə, gözəlliyinə və yenidən qurulmasına heyran qaldı. Türk halk müziğinin sevilen sanatçısı Celal Çelebi. Başına bir güzel yüzlü ayırmış sözünü benden yeter. Xüsusilə vurğulamaq istəyirəm ki, Ruslan Zəngilan rayonundan idi və ora çox bağlı insan idi. Bu səfər bizim üçün sadəcə bir yolçuluq deyildi. Bu bir dostluq və vəfa səfəri idi. Sadəcə ürəyimizdə bir niskil vardı. Kaş ki Ruslan da bizimlə olardı. Bu anları birlikdə yaşayardı. Amma inanırıq ki, onun ruhu bizimlə idi və hər zaman da bizimlə olacaq. Ruslanın arzularından biri gerçəkləşdi. Onun xatirəsi, dostluğu və sevgisi bu səfərdə bizimlə idi və həmişə də yaddaşlarımızda yaşayacaq. Ruhun şad olsun əziz dostumuz.